Salam, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, yaxşısınız. Ümid edirəm ki, işləriniz qaydasındadır. Bugündən etibarən artıq YouTube səhifəmizdə mətn testlərinin də izahını paylaşacağıq. Bu ilk videomuz olacaq. Ona görə də bizə dəstək olmağı unutmayın ki, bu tip videoların davamı gəlsin. Mən mətni oxumuşam, mətnlə tanış olmuşam. Ona görə düşünürəm ki, videoda oxumaq yenidən vaxt itkisinə və videonun uzun olmasına səbəb ola bilər. Ona görə məsləhətdir ki, ilk öncə siz özünüz mətnlə tanış olun, daha sonra testlərin izahına baxın. Deməli, başlayaq birinci sualımızdan. Qeyd olunur ki, tünd qara hərflərlə verilmiş sözün qarşılığı ola bilən ifadənin işləndiyi nümunələri müəyyən edin. Tünd qara hərflərlə verilmiş sözümüz təbəqə sözüdür və biz bu sözün qarşılığı ola bilən ifadənin işləndiyi nümunələri seçməliyik. Birinci cümləmizdə atmosferdə bozumtul toz qatı peyda olmuşdu. Cümlədəki qat sözü təbəqə sözünün qarşılığı ola bilər. Ona görə bir bizim şərtimizi ödəyir. Alnının qırışları illər keçdikcə dərinləşirdi. Bu cümlədə təbəqə sözünün qarşılığı yoxdur. Qayanın bir parçası qopub yola düşmüşdü. Cümlədə işlənən parça sözü sizi çaşdırmasın. Parça sözü təbəqə sözünün qarşılığı ola bilməz. Günəş tez-tez göründükcə buz layları əriməyə başlamışdı. Lay sözü təbəqə sözünün qarşılığı ola bilər. Kvadratın tərəfləri bərabərdir. Burada da təbəqə sözünün qarşılığı işlənməyib. Ona görə də düzgün cavabımız olacaq 1, 4. Növbəti sualımız. Qeyd olunur ki, fikirlərdən biri mətnin məzmununa aid deyil. Pinqvinlərin köç etməsi ilə düzgün cavab A variantıdır. Çünki biz mətndə pinqvinlərin köç etməsi ilə bağlı hər hansısa bir məlumata rast gəlmirik. Müdafiə olunan bala pinqvinlər bu əsas hissədə, hansı ki bu hissədə qeyd olunur ki, pinqvinlərin yumurtlamasından danışır. Eyni zamanda yumurtlayır və qeyd olunur ki, onu ayaqları üzərində və qarınlarının aşağı hissəsindəki dərinin altında soyuqdan qoruyurlar. Yəni bir növ bala pinqvinləri müdafiə eləyirlər. Pinqvinlərin çoxalması da yenə eyni abzasda yumurtlamasından, kürt yatmasından və s. danışır. Amansız şaxtaya dözümlülük yenə əsas hissədə qeyd olunur ki, 4-cü abzasda bədənlərini örtən sıx tüklər və dəri altındakı dərin yağ təbəqələri istilik izolyasiyası yaradır. Və bunun nəticəsində də sərt soyuqlardan qorunmuş olurlar. Pinqvinlərin bədən quruluşu da 2-ci abzasda, yəni əsas hissədə qeyd olunur ki, kürəkləri qara və ya boz, qarın hissələri isə ağ nazik tüklərlə örtülüdür. Yəni ki, mətndə biz bu hissəni də görə bilirik. Ona görə düzgün cavabımız olacaq Y variantı. Növbəti sualımız. Qeyd olunur ki, mətn əsasında müəyyən etmək olar. Bəzi qanadlı quşların üzə bilməsini, bəli, biz mətn əsasında müəyyənləşdirə bilirik ki, pinqvinlərin qanadları olsa belə, yəni üzə də bilirlər. Biri götürəcəyik buna görə. Eyni növə aid müxtəlif cinsli quşların kürt yatmasını da yenə 5-ci abzasda görə bilərik ki, erkək və dişi pinqvin növbə ilə kürt yatır. Yəni 2 də bizim şərtimizi ödəyir. Bu zəriyəndə pinqvinlərin təhlükə ilə üzləşməsi mətndə yoxdur. Bir canlının digər canlıya yem olması 4-ü də götürəcək. Çünki nəticə hissəsində qeyd olunur ki, pinqvinlər insanlardan qaçmadıqları üçün yağlarından istifadə etmək istəyənlər çox miqdarda pinqvin ovlayaraq yağ istehlak edirlər. Yəni biz bu hissədə görürük ki, bir canlı, yəni pinqvin digər bir canlıya, yəni insana yem olur. Uzun tüklərin hərəkətə mane olmasa, əksinə 3-cü abzasa biz baxsaq əgər, qeyd olunur ki, pinqvinlər qanadlarında uzun tüklər olmadığına görə, yəni onların əslində uzun tükü yoxdur. 5 də bizim şərtimizi ödəmir. Düzgün cavabımız olacaq 1, 2, 4 A variantı. Növbəti, mətndəki boş çərçivəyə hansı cümlə əlavə olunsa, tərkib hissələrinin ardıcılığı pozulmaz. Gəlin həmin abzasa baxaq. Görək həmin abzasa nədən danışır. Qeyd olunur ki, pinqvinlər qanadlarında uzun tüklər olmadığına görə uça bilmirlər. Amma buz üzərində çox yaxşı hərəkət edirlər. Sinələrinin üzərində yataraq üzgəc qanadlarının köməyi ilə xizək kimi sürüşüb quruda bir neçə yüz kilometr məsafə qət edə bilirlər. Deməli, biz burada pinqvinlərin uça bilməməsinin səbəbini görə bilərik. Eyni zamanda buz üzərində çox yaxşı
hərəkət etdiklərini öyrənmiş oluruq. Y variantındakı cümləni əgər biz bura əlavə eləsək, lazım olduqda sürətlərini 2 qat artıra bilirlər. Bu cümləni əlavə eləsək, növbəti cümlədə onların necə sürətlərini artıraraq, daha doğrusu sürətlərini necə 2 qat artırdıqlarını görə bilərik. Hansı ki, biz görə bilərik ki, sinələrin üzərində yataraq üzgəc qanadlarının köməyi ilə xizək kimi sürüşüb quruda bir neçə yüz kilometr məsafə qət edə bilirlər. Yəni ki, Y variantını biz bura əlavə edərək, bunun səbəbini biz ondan sonraki cümlədə görə bilirik. Yəni ki, əgər o cümləni əlavə eləsək, tərkib hissələri arasında, cümlələr arasında əlaqə pozulmayacaq. Düzgün cavabımız Y variantıdır. 5-ci sual. Mətnə əsasən yanlış fikirlər istəyir bizdən. Pingvinlər dünyaya diri bala gətirirlər. Bu fikir yanlışdır. Çünki biz pingvinlərin yumurtadığını görürük. Ona görə biri götürəcəyik. Daha sonra insanlardan qaçmadıqları üçün daha çox ovlanmaqları bu az öncə qeyd etdiyim kimi nəticə hissəsində öz əksini tapıb. 3-cü, qanadları olduğundan rahat üzə bilirlər. Bu yanlış fikirdir. Çünki biz onların üzə bilmə səbəblərinin qanadları olduğunu mətndə görmürük. Burada bir hissədə qeyd olunub ki, sinələrin üzərində yataraq üzgəc qanadlarının köməyi ilə xizək kimi sürüşə bilirlər. Yəni ki, qanadlarının köməyi ilə sürüşdüklərinin şahidi ola bilərik. Amma ki, üzə bilməklərinin şahidi ola bilmirik. Daha sonra yırtıcı quşlar hesab olunur. Bu da yanlışdır. Uzun tüklərə sahib olmadıqlarından uçmaqlarına əngəl yaranır. Bu da doğrudur. Ona görə düzgün cavabımız olacaq 1, 3 və 4. 6-cı sual. Qeyd olunur ki, altından xətt çəkilmiş söz hansı nümunələrin tərkibində mətndəki mənasında işlənmişdir? Yəni, həqiqidirsə əgər, həqiqi mənada işlənibsə, biz həqiqi mənada olanları seçəcəyik, məcazidirsə məcazini götürəcəyik. Altından xətt çəkilmiş sözümüz 1-ci abzazdakı soyuq sözüdür. Soyuq ərazi, həqiqətən də bir ərazi temperaturun aşağı olması səbəbilə soyuq ola bilər. Yəni, bu həqiqi mənadadır. Deməli, biz həqiqi mənada olan sözləri tapacağıq. Yəni, soyuq sözün həqiqi mənada işləndiyi nümunələri seçməliyik. Ev yiyəsi qonağının soyuq münasibətini gözləmirdi. Soyuq münasibət məcazidir. Uşaq soyuq yeməkləri xoşlayır. Həqiqətən də bir yemək soyuq ola bilər. Həqiqidir. Otaq soyuq idi. Otaq soyuq ola bilər. Yəni, həqiqidir. Sürücü sərnişinlərə soyuq bir nəzər salaraq maşını hərəkətə gətirdi. Burada soyuq nəzər salmaq məcazidir. Hava isti olsa da idman zalı soyuqdur. Yenə zalın soyuq olmağı həqiqi mənadadır. Düzgün cavabımız olacaq 2, 3, 5 B variantı. Roma rəqəmləri ilə nömrələnmiş hansı cümlələrdəki hadisələrin səbəbini müəyyən etmək mümkün deyil deyir. Gəlin baxaq. Ən iriləri imperator pingvinləri təxminən 45 kiloqram ağırlıqda olurlar. Biz bu faktın səbəbinə daha doğrusu mətndə rast gəlmirik. Deməli, biri götürürük. Daha sonra kürəkləri qara və ya boz, qarın hissələri ağ nazik tüklərlə örtülüdür. Yenə bunun səbəbini də biz mətndə görmürük. 3-cü, Kürd dövründə bir şey yemirlər. Yenə Kürd dövründə niyə bir şey yemədiklərinin səbəbini biz müəyyənləşdirə bilmirik. Əlaqədar təşkilatlar çıxarılan bəzi qanunlarla pingvinləri qorumağa çalışırlar. Bunun səbəbini müəyyənləşdirə bilirik ki, insanlardan qaça bilmədiklərinə görə insanlar onları rahat bir şəkildə ovlaya bilirlər və buna görə də pingvinləri qorumağa çalışırlar. Yəni 4-ün səbəbini müəyyənləşdirmək olur. Onları dünyanın bir çox zooparklarına uyğunlaşdırırlar. Bu da yenə az öncə qeyd elədik ki, niyə görə onları qoruyurlar, niyə görə onları zooparklara uyğunlaşdırırlar. Yəni bunun da səbəbini müəyyən etmək olur. Düzgün cavabımız olacaq 1, 2 və 3. Növbəti sualımıza baxaq. Qeyd olunur ki, cədvələ əsasən mətnin tərkib hissələri ilə bağlı uyğunsuzluqları müəyyən edin. Mətnə aid fikirlər verilib və biz o fikirlərin giriş, əsas və nəticə hissəsinə uyğun olub olmadığını müəyyənləşdirməliyik. Daha doğrusu uyğunsuzluqları seçməliyik. Qeyd olunur ki, pingvinlərin bədən temperaturunu tənzimləmələri bu, baxaq, əsas hissədə qeyd olunur. Baxın bu hissədə.
ki, bədənlərini örtən sıx tüklər və dəri altındakı qalın yağ təbəqələri istilik izolyasiyası yaradırlar və pinqvinlər bədən istiliyini nizamlayan, qeyd olunur burdakı nizamlayan avtomatik bir mexanizmə sahibdirlər və lazım olanda dəriyə gedən qanı azaldaraq bədən istiliklərini nizamlaya bilirlər. Yəni bundan həqiqətən də əsas hissədə danışır. Yəni bu doğrudur. Bizdən uyğunsuzluğu istəyir. Pinqvinlərin yaşadığı əraziləri biz giriş hissədə görə bilirik. Qeyd olunur ki, Cənub qütbü, Yeni Zelandiya, Avstraliya, Cənubi Amerika və soyuq ərazilərdə yaşayırlar. Yəni elə mətnin ilk cümləsindən biz bunu müəyyənləşdirə bilirik. Yəni bu da giriş hissədir, doğrudur. Pinqvinlərin nəslinin kəsilməsinin qarşısını almaq üçün görülən tədbirlər bu əsas deyil, nəticə hissəsində qeyd olunur. Ki, az öncə qeyd etdiyimiz kimi pinqvinləri qorumağa çalışırlar və onu bir sıra zooparklara uyğunlaşdırırlar. Yəni 3 yanlış qeyd olunub. Pinqvinlərin çoxalması bu əsas hissədədir. Bəli, yəni yumurtlamasından, kürt yatmağından və s. əsas hissədə danışır. Bu doğrudur. Qorunan pinqvin balaları bu da nəticə hissə deyil. Baxın, qorunan pinqvinlər olsaydı, o halda nəticə hissəsi götürə bilərdik. Amma bizdən qorunan pinqvin balalarını istəyir. Bu da əsas hissədir. Hansı hissədə? Gəlin baxaq. Burada qeyd olunur. Onu ayaqları üzərində və qarınlarını, yəni yumurtanı ayaqları üzərində və qarınlarının aşağı hissəsində dərinin altında soyuqdan qoruyurlar. Yəni ki, qorunan pinqvin balaları əsas hissədədir, nəticə hissəsində deyil. Bu da uyğunsuzdur. Deməli, düzgün cavabımız olacaq 3-5 A variantı. Açıq tipli suallarımıza baxaq. Qeyd olunur ki, əvvəlinə işarə qoyulmuş ifadələr əsasında cədvəli tamamlayın. Gəlin baxaq görək həmin ifadələrimiz hansılardır, sözlərimiz. Deməli, sərt soyuqlar birinci budur. Biz burada sərt sözünün qarşılığını yaza bilərik, şiddətli yaza bilərik, möhkəm yaza bilərik. Yəni əvəz eləyə bilirlər. Möhkəm soyuqlar, şiddətli soyuqlar və s. şəklində əvəz edə bilərik. Ona görə qarşılığı kimi möhkəm və yaxud şiddətli sözünü qeyd eləyə bilərik. Daha sonra həmin ifadənin qarşılığının işləndiyi cümlə, yəni sərt sözünü başqa bir mənada cümlədə işlətmirik. Onun qarşılığını, yəni bura qeyd edəcəyimiz söz ki var, hansı ki dedik ki möhkəm. Həmin o möhkəm sözünü bu hissədə, yəni burada, indi mən biraz keçdim bu hissəni, bu hissədə cümlədə işlədə bilərik. Qeyd etdiyim kimi möhkəm və yaxud şiddətli sözünü, məsələn, işlədə bilərik ki, deyilir ki, bu il qışda möhkəm soyuqlar olacaq və yaxud şiddətli soyuqlar olacaq və s. kimi cümlədə işlədə bilərik. Daha sonra növbəti sözümüz isə istifadə etmək sözüdür. İstifadə etmək sözünü isə faydalanmaq, xeyir götürmək, fayda götürmək və s. kimi sözlərlə əvəz edə bilərik və həmin o qeyd etdiyim qarşılıqları da müvafiq cümlələrdə işlətmək olar. Növbəti sualımıza baxaq. Deməli, mətndəki və çərçivədə verilmiş məlumatlar əsasında Eyler-Venn diaqramının hər bir hissəsinə ən azı bir fikir yazın. Mətnimiz belədir, dəvəquşlardan danışır. Qeyd olunur ki, dəvəquşu quşlar arasındakı ən böyük canlı olmaqla dünyanın bütün isti ərazilərində yaşayır. Dəvəquşlarının tükləri yumşaqdır və dərisinin hər yeri ləkələrlə örtülüdür. Lələklərlə örtülüdür. Lələklərində qarmaqcıqlar olmadığı üçün yelpi əmələ gəlmir və buna görə uça bilmir, lakin bərk qaçırlar. Deməli, Eyler-Venn diaqramı haqqında yəqin ki, məlumatımız var ki, müqayisə cədvəlidir. Burada bu hissəyə biz pinqvinlər haqqında olan fikirləri yaza bilərik. Hansı ki, pinqvinlər soyuq ərazidə yaşayırlar, yaxşı sürüşə bilirlər, üzə bilirlər və s. Bunları qeyd edə bilərik. Dəvəquşu qeyd edə bilərik ki, ən böyük canlıdırlar, isti ərazilərdə yaşayırlar. Daha sonra bərk qaçırlar. Burada qeyd olunur, bərk qaçırlar və s. Bunu qeyd edə bilərik. Ortaq xüsusiyyəti isə hər ikisinə yaza bilərik ki, uça bilmirlər, uça bilməməklərini qeyd eləmək olar və yaxud uça bilmirlər.
və yaxud tüklü olmaqlarını qeyd edə bilərik ki, dəvə quşlarının da tükləri yumşaqdır və eyni zamanda biz bu hissədə görə bilirik ki, 4-cü abzasda qeyd olunur ki, bədənlərini örtən sıx tüklər və dəri altındakı qalın yağ təbəqələri. Yəni ki, hər ikisinin bədəninin tüklərlə örtülməsini və sair yaza bilərik ortaq cəhət kimi. Belə, bu qədər. Əgər video sizin üçün faydalı oldusa, bəyənib dəstək olmağı unutmayın. Sağ olun, salamat qalın.